Həkim səhvi təbii ki, bütün dünyada olduğu kimi bizim ölkəmizdə də olur. Burada önəmli məsələ odur ki, cəmiyyət buna qarşı nə qədər özünü mədəni göstərə bilir və həqiqətən həkimin səhvi araşdırılırmı? Yoxsa qonşudan eşitdiyi, qohumdan eşitdiyi, sosial mediadan gördüyü şeylərə görə fikir bildirirlər. Bu çox önəmli bir məqamdır. Yəni bir həkimi linç etmək, onu qarşı neqativ fikirlər söyləmək üçün öncəlikli olaraq bunun hüquqi müstəvidə araşdırılması lazımdır ki, bu həkimin həqiqətən burada ekspertizanın rəyi ilə həqiqətən təsdiqlənmiş bir səhvi varmı, yoxsa yoxdurmu? Yəni bu sualın cavabından sonra biz həkimə qarşı hər hansı bir fikir söyləyə bilərik. Yəni bir şəxs olaraq bu mənə də aiddir. Yəni hər hansı bir həkimə qarşı bir fikir söyləyirəmsə, onun bir hüquqi əsası olmalıdır. Yoxsa mən onun işgüzar nüfuzuna xələl gətirmiş olaram. Yəni bütün cəmiyyətimizin bütün üzvlərinin bu fikirdə olması lazımdır ki, bu iddia, yəni həkimə qarşı olan bu iddia öz təsdiqini hüquqi müstəvidə tapıb, yoxsa yox. Əgər tapmayıbsa, təbii ki, biz o fikrə müsbət yanaşmamalıyıq, həkimə qarşı olan o iddialara qoşulmamalıyıq. Öncəlikli olaraq ekspertizanın və məhkəmənin rəyini gözləməliyik.